Aha, deməli baxırıq, yenə 20 aprel 9-cu sinif buraxılış imtahanının ikinci mətn izahı. Azərbaycanda mozaika sənəti. Mən mətni oxumuşam. Mətn burada da oxumayanlar oxuya bilər. Keçək suallara. 47-ci sualdan başlayaq. Altına xətt çəkilmiş sözün kontekstə uyğun mənada. Altına xətt çəkilmiş sözümüz burada kəsilmiş sözüdür. Deməli, eyni və ya müxtəlif rəngli, sadə və mürəkkəb həndəsi formada kəsilmiş şüşə. Şüşənin kəsilməyi parçalanmaq mənasında. Fələyin zülmü kəsilmək, bitmək bilmirik. Burada bitmək mənasındadır. A gedir. Mağazaçının yağış kəsildi, dayanmaq mənasındadır. Gedir. İllərlə erməni qənim kəsilmək frazeoloji ümumiyyətlə C-də gedir. Sonra D variantında deyir ki, donun tikilməsi üçün parça kəsildi. Parçalanmaq, kəsilmək mənasındadır. Elə D variantı. Cavabımız olur D. Bu arada məndəki variant C variantı. C variant kitabçasıdır. 47-ci sualımıza cavab D variantı olur. Hər yandan gələn gülüş səsləri birdən kəsildi, dayanmaq mənasındadır. Y-də gedir. Mətndə üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənadadır? Burada bir bağlı sözüdür. Şumer dövləti ilə bağlıdır. Bir də ki, ab-hava vermişdir. Bu sözlər ab-havanı vermək olmur doğrudan da məcazi mənadadır. Yəni 1 ilə 4 C variantı, 48-də cavab C. 49-da mətnə əsasən hansı sual cavablandırıla bilməz? Şumer dövlətində hazırlanan mozaikalarda nə üçün balıq qulağından istifadə edilmişdir? O burada bu hissədə verilib ki, balıq qulağından istifadə olunurdu. Onunla bağlı burada məlumat verilib, amma niyə belə olduğu verilməyib? A variantı olur 49-cu sualda. B variantında mozaika hansı materiallardan istifadə olunur? Birinci hissədə bununla bağlı verilib şüşədən, daşdan verilib gedir. Sonra hazırki dövrdə mozaika sənətindən istifadə edilirmi? Bəli, bunun nəticə hissəsində verib ki, hazırki dövrdə də istifadə olunur. Hansı ki, burada hazırda da bundan istifadə olunur deyir. Sonra deyir ki, Şəki Xan Sarayında mozaikalar hazırlanmasında nədən istifadə edilmişdir? Nədən istifadə edilməyi də burada verilmişdir. Bəli, Şəki Xan Sarayını bir dənə tapım deyəcəm. Deməli, Şəki Xan Sarayında binanın ağac parçalar arasında müxtəlif rəngli şüşələr geydirilərək, bəli, verilib nədən istifadə olunduğu. Mozaikanın tarixi hansı dövlətlə bağlıdır? Şumer dövləti ilə bağlıdır deyir. Bu da verib gedir Y variantı. Cavabımız olur 49-da A. 50-ci sualda hansı ifadə nöqtələrin yerinə əlavə etsin mətn məzmununa xələl gəlməz? Deməli, bu gün də təmir bərpa işləri görülsə belə, rəngli şüşələrin orijinallığı qorunub saxlanır. D variantı 50-də. 51-də. Deməli, kvadrat işarəsi qoyulmuş hissəyə hansı cümləni artıraraq mətni genişləndirmək olar? Kvadrat işarəsi qoyulmuş hissə bu hissədir. Burada əlavə eləyə bilərsən, deməli, nəyi? Mən indi oxumuşam, oranı bir də oxuya bilərsiniz. Deyir ki, mozaikalar xalq rəssamı Abdullayev tərəfindən yaradılmışdır. A variantı düzdür. B-ni qoymaq olmaz, çünki ilk dəfə burada yaradılmayıb. İlk dəfə Şəki Xan Sarayında yaradılıb, 18-ci əsrdə. Ona görə bu səhvdir. Nizami metro 3-4 mərtəbə deyir. Orada mərtəbədən bəhs olunmur. Sonra deyir 20-ci əsrdə Azərbaycan memarlığına bir yenilik gəlir, yeni mərhələ. Xeyr, 20-ci əsr deyil də, artıq 18-ci əsrdə onsuz da Şəki Xan Sarayından artıq başlamışdı. Ona görə bu da bir ilk deyildi deyə gedir. Nizaminin xəmsəsində epizodlar ilk dəfə fırçaya alınır. Xeyr, bu da ilk dəfədirmi, deyilmi? Bundan da bağlı məlumat yoxdur. 51 olur A. 52-də mətnə əsasən doğru fikirləri müəyyən eləyək. Sadə və mürəkkəb həndəsi fiqurlar orta əsrlərdə yaranmışdır. Orta əsrlərdə yaranmışdır deyir, amma orta əsrlərdə yaranmayıb əslində. Çünki ta Şumerlərlə bağlıdır. Yəni Şumerlərdən bəri gəlir bizə, qədim əsrlərdən gəlir. 1 gedir, 1-in olduğu variantlar da gedir. Bir dəqiqə 2-ni də atdım. 1-in olduğu variantlar da gedir. 2, 4, 5 və 2, 3, 5 qalır. Ya 4-dür, ya 3-dür. Yəni rəngli şüşələrdən və ağac parçalarından istifadə edilərək mozaikalar yaradılıb. Bəli, Şəki Xan Sarayında. Nizami metro stansiyasındakı mozaikalar hazırlanarkən Nizami Gəncəvin xəmsəsinə müraciət edilmişdir, düzdür. Elə ona əsasən yazılıb, orada verilib. Müxtəlif materiallardan hazırlanan günəş, torpaq, su, bitki və sair təsvirlər bərpa olunmuşdur. Xeyr, bununla bağlı məlumat yoxdur. Ölkəmizin müxtəlif bölgələrində mozaikalardan istifadə olunmuşdur. Bəli, həm Bakıda, həm də ki Şəkidə istifadə olunub. Deməli 2, 3, 5 cavabımız olur D variantı. Neçənci? 52-ci sualda cavab D. 53-də mətnə əsasən uyğun fikirləri müəyyən eləyək. Mətndə bu barədə məlumat var və yoxdur. Mozaikalardan istifadə olunan materiallar eyni olmaya da bilər. Bəli, bu düzdür. Hansı ki, Şəki Xan Sarayında ağacdan istifadə olunmuşdu, nədənsə istifadə olunmuşdu. Bundan əvvəl də deyir ki, şüşədən və daş hissələrindən də istifadə olunur. Yəni, materiallar eyni olmaya da bilər. Bir düzdür. Mozaika həm suvaq üzərində düzülə bilər, suvaq üzərində də düzülə bilər deyir. Bu düz idi. Bəli, bununla bağlı məlumat verilmişdi mətndə. Düzdür bu. Götürərəm bunu. Zaviyyə məscidinin bütün divarları mozaikalarla bəzədilib. Bütün divar bilmirəm. Yəni, bütün divarla bağlı burada məlumat verilməmişdi. Səhvim yoxdursa, bir dəqiqə baxım dəqiq.
Xeyr, bütün divarla bağlı orada məlumat yoxdur. Deyir ki, Naxçıvanda 18-ci əsrdə inşa olunan Zavia məscidinin qapısı və pəncərələri rəngli mozaikalarla bəzədilib. Bu da mozaik sənəti Naxçıvanda da davam etdirildi. Naxçıvanda da olub, amma qapı və pəncərədə sadəcə bütün divar yox. Ona görə 3 gedir, avtomatik 3-ün olduğu variantları da atırsan. Azərbaycanda müxtəlif metro stansiyalarda mozaika sənətinə rast gəlmək olar. Bununla bağlı məlumat yoxdur. Sadəcə bir dənə burada bir metrodan danışılırdı. Hansı ki Nizami metro stansiyasında. Ona görə 4-ü götürürsən. Milli Qəhrəman Polad Həşimovun mozaikası sərgidə nümayiş olunub. Bununla bağlı məlumat var. Ondan sonra da ailəsinə bağışlanıb, verilib yəni. Ağdam Çörək Muzeyinin mozaikası bərpa olunmuşdur. Xeyr. Bununla bağlı məlumat yoxdur mətndə. Sadəcə deyir ki, işğalda olan zaman mozaikalar dağıdılmışdı. Bərpa olunubmu, olunmayıbmı? Deyil. Dağıdılmış muzeyin divarları qalsın, mozaika sənətinə ciddi ziyan dəymişdir. Verilməyib onunla bağlı dəqiq məlumat. 1, 2, 4, 6, 53-cü sualda cavab C variantı. Kafiyə olub. 54-də mətnə əsasən cədvəldəki uyğunsuzluğu müəyyən edin. Nizami metro stansiyasında mozaikalardan istifadə olunub. Nəticədə Bakı metrosu dünyanın ecazkar tərtibatlı metrolarından biri hesab olunur. Yəni bununla bağlı mətndə məlumat yoxdur. Biri götürərəm. Biri götür. Zavia məscidi mozaikalarla bəzədilib. Naxçıvanda mozaika yaradılıb. Yəni uyğunsuzluq istəyirsə bizdən. O birislərə də baxaq. Zəfər sərgisində milli qəhrəmanın şərəfinə hazırlanan mozaika nümayiş olundu. Mozaika generalın ailəsinə bağışlandı. Bu düzdür. Ağdam şəhəri işğal altında olub. Ağdam Çörək Muzeyinin mozaika hissəsinə ciddi ziyan deyib. Bu da düzdür. 1-2 olacaq burada cavabımız. 1 və 2 uyğunsuzluq istəyirsə bizdən. Amma və lakin ikincini mən də tam anlamadım niyə yanlış oldu. Zavia məscidi mozaikalarla bəzədib. Naxçıvanda mozaika yaradılıb. Deməli, inşa olunan Zavia məscidinin qapısı, pəncərə rəngli mozaikalar bugün də mozaika Naxçıvanda davam etdirilir. Burada nə deyir? Naxçıvanda mozaika yaradılıb. Hər halda ondan qabaq da mozaika olub da Naxçıvanda. Ona görə yəni yaradılıb demək düzgün olmaz. Mətndə əsasən diaqramı görmürəm, bilmirəm nədir. Ədəbiyyat və sənət birləşdikdə insan ruhunun dərinliklərinə toxunan gözəllik və ahəngdarlıq yaradır. Aforizm mətnin hansı abzasındakı fikri qüvvətləndirmək olar? Fikrinizi əsaslandırın. İnsanın deyir ki, ruhunun dərinliklərinə toxunan gözəllik və ahəngdarlıq yaradır aforizmini. Deməli, ruh oxşamaq burada Nizami metro stansiyası hissəsində verilmişdi. Hansı ki deyir ki, burada deyir insanların deyir gedib gələnlərin ecazkar tərtibatlı metroları sırasındadır. Metrosun adı Azərbaycan. Bax, bu da yenə qaldım hemen. Nizami deyir metro stansiyası mozaikalardan istifadə olunmuşdur. Bakı metrosunun dünyanın ecazkar tərtibatlı metrolarından biri hesab olunur. Niyə uyğunsuzluq oldu bu? Amma qalanları dəqiq əminəm ki, düzgündür. Ona görə 1-2 götürdüm mən orada. Deməli, nəsə, burada deyir ki, dünyanın ecazkar tərtibatlı metroları sırasındadır Bakı metrosunun adı. Salon divarlarındakı mozaik təsvirlərdə xəmsəyə daxil olan əsərlərdən müxtəlif sahələ insan obrazları və s. əks olmuşdur. Metro divarlarında əks olunan sənət nümunələri hər gün minlərlə insanın ruhunu oxşuyur. Hər gün minlərlə insanın ruhunu oxşuyur. Deməli, bu abzasına əlaqələndirə bilərsən. Hansı ki, bu da gəlir, düşür. 1, 2, 3... Deməli, 4 və 5-ci abzasa düşür, düzdürmü? 1, 2, 3, yoxsa 4-cü abzasa düşür deyən. 1, 2, 3, 4, yox, 5-ci abzasa düşür elə. Gəlir, düşür 5-ci abzasa. 5-ci abzasla əlaqələndirirsən, deməli, deyir, ədəbiyyat və sənət birləşdikdə, onsuz da ancaq orada ədəbiyyatdan danışılır, Nizaminin xəmsəsindən. Gözəllik deyir, yaradılır. 5-ci abzasına əlaqələndirirsən, əsaslandırma olaraq da deyirsən ki, fikrinizi əsaslandırın deyir. Deyirsən ki, hansı ki, mətndən də müşahidə etdiyimiz kimi 5-ci abzasda, deməli, sənətkarımız Nizami Gəncəvinin xəmsə deməli deyir ki, ədəbiyyat və sənət birləşdikdə insan ruhunun dərinliklərinə toxunan gözəllik və ahəngdarlıq yaradır. Deyirsən ki, mətndən də müşahidə etdiyimiz kimi görkəmli sənətkarımız Nizami Gəncəvinin xəmsəsi əsasında bizim Nizami metromuz, Nizami metro stansiyası bəzədilmişdir və oranın bu cür bir ədəbiyyat sənət əsəri ilə, sənət əsəri vasitəsilə bəzədilməsi, bu mozaika növündən istifadə olunması insanların hər gün ruhunu oxşuyur. Belə deyə bilərsən. Fikrimi tam cəmləşdirə bilmədim. Gərək yazam, ondakı yazsam gec olacaq.
Dediyim kimi, yəni belə davam edə bilərsiniz ki, mətndən də müşahidə etdiyimiz kimi, mətndən də məsəl üçün 5-ci abzasda gördüyümüz kimi, görkəmli sənətkarımız Nizami Gəncəvinin Xəmsəsi Nizami metro stansiyasında mozaikaların yaradılmasında istifadə olunub. Nizami metro stansiyasındakı mozaikaların yaradılmasında istifadə olunub və bu mozaikalar sayəsində də, bu xəmsədən götürülən mozaikalar sayəsində də metro stansiyadan keçən minlərlə insanın bu əsər günlük deməli ruhunu, könlünü fəth eləyir, xoşuna gəlir, ürəyini açır və s. belə davam eləyir. Fikrim yayındı mənim biraz. Belə, 5-ci abzas.